mən bir hekayə danışmaq istəyərdim. Olan hadisədir. Bir həkim haqqında. Bu həkim istər 1-ci Qarabağ müharibəsində, 2-ci Qarabağ müharibəsində həkim olaraq iştirak edib və bu 2020-ci ilə qədər 1-ci qrup əlilliyi alırdı. Sonra bu birisi Sahil Babayev gəldi, Sosial Müdafiə Naziri. Bu hamını kəsdi, doğradı. Bunun da 1-ci qrupunu aldılar əlindən və bu adam baxmayaraq ki, 2-ci Qarabağ müharibəsində də iştirak elədi. Yəni Qarabağ veteranı idi. Bu adam 5 il məhkəmələrdə süründürdülər bunu. 5 il 2020-dən elə 2026-ya 6 il. Bu sübut eləməyə bütün həkimlərin diaqnozlarına və s. bu sübut eləməyə görə mən yenə 1-ci qrupam və rayon məhkəməsinin uddu, Sosial Müdafiə Naziri apellyasiya məhkəməsinə verdi. Apellyasiya məhkəməsinin uddu, Sosial Müdafiə Naziri ali məhkəməyə verdi. Ali məhkəmə prosesi uzatdı. Bu çalışdı həmən o hakimlə görüşsün. Hakim görüşü uzatdı. Artıq yəni ki, bax bu məsələ uzandı və bu xəstə insan, yəni ki, belə 5 il, 6 il məhkəmələrə getdi, gəldi və axır nə oldu bu prosesin? Axırda nəhayət ki, uddu. 1-ci qrupu qaytardı və bu ayın fevralın 14-ü bu adama axır ki, 1-ci qrup olaraq pensiya verilməli idi, əlillik verilməli idi. Həmən o dönəmdə də bu adam xəstəxanaya düşdü, reanimasiyaya düşdü. Və bu adam ayın 18-i, yəni fevralın 18-i 1-ci qrup əlilliyi nəhayət ki, almalı və xəstəxanada demişdi ki, mən ölməmiş o əlilliyimi yəni alıb öləcəm. Yəni mən onu almalıyam, sonra öləcəm. Yəni mən buna və elə oldu ki, qismət oldu fevralın 14-ü bu adam vəfat elədi. Bəli, qismət olmadı o 5 il, 6 il o. Onsuz da 2 dəfə 2 Qarabağ müharibəsi iştirak etmiş veteranı, xəstə, bir neçə diaqnoz olan xəstəni 5 il, 6 il bizim Sosial Müdafiə Naziri məhkəmələr belə süründürdülər və nəhayət ki, 1-ci qrupu verdilər. Bu adam da belə tələbkar adam idi. Sona qədər mübarizə apardı, amma ona qismət olmadı və deyim 2 Qarabağ müharibəsinin veteranı ixtisas həkim ali təhsil tibb universitetini qurtarıb son vaxtlarında da bir prüyusu var idi, taksavatlıq edirdi. Yəni və buna qismət olmadı. Bu nədən irəli gəlir? Yəni bu bir veteranın bir faciəvi həyatıdır. Niyə? Çünki ölkə ədalətsiz olanda, ölkədə hüquq işləməyəndə hansısa bir dövlətçilikdən danışmağın yeri yoxdur. Və bu hökumət nümayəndələri, bu hakimiyyətin bu təbliğat maşinası belə, dövlətçilik, dövlət belə danışırlar yekə-yekə. Özləri qəşəng maaşlar, hökumət onlara bütün şərait yaradır, belə otururlar və dövlətçilik dəmi vururlar. Amma bu 2 Qarabağ müharibəsində iştirak edən veteran isə 5 il, 6 il məhkəmələrdə sürünür. Sonra nəhayət ki, qalib gəlib, amma o 1-ci qrup pensiyanı almağa, ona əlilliyini almağa ona qismət olmur və vəfat edir. Və nə vaxta qədər bir ölkədə belə bir öz vətəndaşına qədər belə bir ədalətsiz, hüquqsuz sistem davam edəcək. Nə o ölkənin nə gələcəyi yoxdur, nə dövlətçiliyi olmayacaq, nə də dövləti.